Hüquq mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib. Oxu24.com məlumat verir ki, günün səsi.infonun əldə etdiyi xəbərə görə, əməliyyat vaxtı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adı çəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir. Ancaq günün səsi.infonun sorğusunu cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə əməliyyatın partiyanın ofisində keçirilmədiyini bildirib. Bizim partiyanın qarşısında belə bir hadisə olub. Ancaq bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub. Son 3 gündə isə Rusiyanın Novosibirsk vilayətinin məhkəmə orqanları Rusiyaya giriş və ya qalma qaydalarını pozan 97 əcnəbini deportasiya edib. Ajans.az məlumat verir ki, onların arasında 7 nəfər Azərbaycan vətəndaşı da var. Məlumata görə Özbəkistan 41, Tacikistan 29, Qırğızistan 16 və Qazaxıstan 4 vətəndaşları ölkədən xaric edilib. Qanuna görə onlar qərarın qüvvəyə mindiyi andan etibarən 5 il ərzində Rusiyaya qayıda bilməyəcəklər.